Yanvarın 28-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının prokurorluğu orqanlarının 2025-ci ildə gördüyü işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Baş prokuror Kamran Əliyev çıxışında 2025-ci ilin Konstitusiya və suverenlik ili elan edilməsinin, Konstitusiyanın qəbulunun 30 illiyinin və tarixi zəfərin 5-ci il dönümünün bu ilə təsadüf etməsinin xüsusi rəmzi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mürəkkəb beynəlxalq şəraitə baxmayaraq, ölkəmiz mühüm siyasi və iqtisadi nailiyyətlər əldə edib. Qeyd olunub ki, 2025-ci ildə ölkədə kriminogen vəziyyət nəzarətdə saxlanılıb, 31 mindən çox cinayət qeydə alınıb və onların 90%-dən çoxunun açılması təmin edilib. İstintaq tədbirləri nəticəsində dövlətə və vətəndaşlara dəymiş maddi ziyanın böyük hissəsinin ödənilməsinə nail olunub. Kollegiya iclasında elektron prokurorluq informasiya sisteminin tətbiqi, korrupsiyaya qarşı mübarizə, beynəlxalq əməkdaşlıq, vətəndaş müraciətlərinə baxılması və prokurorluq əməkdaşlarının intizam məsuliyyəti ilə bağlı görülmüş işlər də diqqətə çatdırılıb. Kollegiya iclasının sonunda cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaş müraciətlərinə həssas yanaşılması və qanunun aliliyinin təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. İclasa yekun vuran Baş prokuror Kamran Əliyev, prokurorluq əməkdaşlarının Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsas icraçıları olaraq ölkədə ictimai-siyasi sabitliyin, ərazi bütövlüyü və suverenliyin qorunmasına yönələn istənilən cinayətkar ünsürə qarşı qətiyyətlə mübarizə aparacaqlarına və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edir.